Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya TV-nin efirində Zərin Tac Mayıs qızıdır. Ölkədə və dünyada bu saata olan ən vacib xəbərləri təqdim edirik. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də Beynəlxalq Əmək Təşkilatının baş direktoru Jilber Honqbonu qəbul edib. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Aprel ayının 8-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd xəttinə yaxın sahədə sərhəd naryadı tərəfindən pilotsuz uçuş aparatının hərəkəti və əraziyə kiçik həcmli bağlama ataraq İran İslam Respublikası istiqamətində geri qayıtması müşahidə edilib. Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən xəbərə görə sərhəd zastavası dərhal silaha komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində atılmış bağlamanı götürmək məqsədi ilə əraziyə gələn Lənkəran rayon sakini 1988-ci il təvəllüdlü Həsənov Anar Rasimoğlu, eləcə də avtomobildə onu gözləyən Qubadlı rayon sakini 1985-ci il təvəllüdlü Hüseynov Razim Məhəyyəddin oğlu şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslər ilkin dindirilmə zamanı əraziyə PUA vasitəsilə atılmış 4 kiloqram 504 qram narkotik vasitə marixuananı götürmək məqsədi ilə gəldiklərini etiraf ediblər. Araşdırma nəticəsində onların əvvəllər məhkum olduqları müəyyənləşdirilib. Bakıda Bolt taksi şirkətinə məxsus B7 avtomobilinin qəza törədən sürücüsü ilk dəfə danışıb. Oxu.az xəbər verir ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov bildirib ki, o narkoloji testdən keçib. Məni sadəcə qıc olma tutdu, dilim qatlandı, bərk qaza bastım deyə bildirib. O, güya 90 min manat pul yığılması və ona avtomobil hədiyyə ediləcəyi ilə bağlı yayılan şayələrə də aydınlıq gətirib. Cəmi 3-4 min pul yığılıb, maşın da hədiyyə edilməyib. Yalan söhbətdir. Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda Bolt taksi şirkətinə məxsus B7 avtomobilinin Heydər Əliyev prospekti ilə hərəkətdə olan Forda dəyib, uçaraq yolun o bir tərəfinə düşüb. Bakıda iki qardaş bıçaqlanıb. Qafqaz Info xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib. Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşına münaqişə zəminində bıçaqla xəsarət yetirilib. Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş, deşilmiş xəsarətləri ilə kliniki tibbi mərkəzin reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Mən ABŞ prezidenti Donald Trampı Ukraynaya səfərə dəvət edirəm və onun burada Rusiya təcavüzünün nəticələrini görməsini istəyirəm. Bunu Ukrayna prezidenti Volodymyr Zelenski CBS News-a müsahibəsində deyib. O bildirib ki, Ukraynaya gəlin və Rusiya prezidenti Vladimir Putinin nə etdiyini başa düşəcəksiniz. Biz sizin mövqeyinizə hörmətlə yanaşırıq, amma lütfən hər hansı bir qərardan, danışıqlar planından əvvəl gəlin və insanları, əskərləri, xəstəxanaları, kilsələri, məhv edilmiş və ya ölmüş uşaqları görün deyə siyasətçi vurğulayıb. Zelenski qeyd edib ki, Tramp güclü ölkənin güclü prezidenti kimi Ukraynanın tərəfində olmalıdır. Mən hesab edirəm ki, Amerikanın neytral olmaq istəməsi düzgün deyil deyə siyasətçi əlavə edib. Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat bugün saat 23:59-da başa çatır. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Məlumata əsasən 17.004 bakalavr ərizəsini təsdiq edib. Bunlardan 15.760-ı Azərbaycan bölməsi, 1244-ü isə Rus bölməsidir. Qeyd edək ki, imtahan mayın 11-də keçiriləcək. Belə hörmətli tamaşaçılar, ən vacib xəbərləri diqqətinizə çatdırdıq. Siz isə YouTube kanalımıza abunə olmağı unutmayın ki, videolarımızı operativ şəkildə izləyə biləsiniz. Sağ olun, salamat qalın.